Necat kardeşim eyleyir də bu ufaq. Necat kardeşim, sen burada nə səvdə edirsən bunu qaldırmaqla? Görək. Qaldırmaqla. 225 kilo da bu. İşi var da kardeş. Her an öz işi var kardeşler. Benim işim oldu. Gol biraz. Acaba. Bunu çəksəm məsəl üçün çəkərəm. Bir mütəxəssis. Elvin müəllim bunu çəksə, bununla məşğul olsun. Ayşe, Elvin müəllim bunu məncə bir profesional idmançı kimi deyirəm. 1 ton yarım eləyər. Çünki bunda güc var. Var ha gördün mü? Bəli. Yəni götürürəm. Bunu eləyən adam deyirəm. Prost qardaşıma Hər kəs salamlar, mən Çingiz Pəhlivan. Yəni bu video göstərirəm sizə və bu video nəyə görə çəkilib, bunu da sizə deyəcəm. Deməli dostlar, bu gördüyünüz video mənim prinsipimə çəkilibdir. Mən o vaxt dedim ki, elmini mən hələ görməmişəm ki, geçsin bir dəfə idman zalında bir dünya çempionunun, bir tanınmış idmançının yanında bir ştanq qaldırsın. Özdə idmançıların adını da çəkdim. Dedim ki, əgər Strongman üzrə gedəcəksə, geçsin, yaxınlaşsın, Aydın Ümbətovun zalına girsin, gücünü göstərmək istəyirsə, ştanq qaldırmaq istəyirsə, ağır çəkirlərdə Azərbaycanda legendamız Razim Hüseynovdur. Onun yanına geçsin, bir ştanq qaldırsın. Bu gedib çıxıb Nicat Xosrovzadənin yanına. Nicat Xosrovzadə deyir ki, burada da danışır, deyir ki, mən deyir profesör, sən haçan nətər profesional idmançısansa, Nicat, sən necə profesional idmançısansa, ona müəllim deyirsən. Birincisi, müəllim adını qazanmaqdan ötürü o titulu qazanmaq lazımdır. İkincisi, o səni orada sındırır, səni bir qəpiklik elədi. Deyir, indiyə qədər ştanq qaldırıb neynəmsən? Düz deyir, Nicat indiyə qədər ştanq qaldırıb heç nə eləməyibdir. Elə bircə dəfə Rusiyada gedib yarışda iştirak eləmişsən, bir də elə haçan varsan Azərbaycandasan. Heç nə eləməyibdir, onu düz deyir. Nicat nə qarıb indiyə qədər? Nicat ancaq bax belənçinə, qələyciyə qıl verənliyi eləyibdir. Əgər ki, kişisən, özün ştanq qaldırırsan neçə ildir, qadib deyirsən ki, mən deyir bir profesional üçün baxıram, bu 1 ton yarım qaldırar. Mən səni söymürəm Nicat, bu sənin üçün sarı kart olsun. Axırıncı dəfə deyirəm, bir də hansısa bir idmançı öz idman sahəsini belə aşağılasa, belə şıntır gününə qoysa, mən başqa cür söyüş söyləyəcəm. Andola Allaha söyüşü qoy qıraq, söyüşü qoy qıraq. Elə bilməyin ha. Zən vuracam, birbaşa telefonda söyləyəcəm. Özünüzə hörmət qoyun. Sən açandan Azərbaycanda legenda olmuşsan. Bu ağırlıq qaldırma legendası Razim Hüseynovdur, əziz dostlar. Baxın, bu kişidir. Haçan elmin gedər Razim Hüseynovun zalına, orada ştanq qaldırar, ondan sonra dili çıxar. Sən də babalab yaxşı bilirsən ki, kimi hara aparmaq lazımdır. Sən ona apar ki, Aydın Ümbətovun yanına, Strongman zalına, orada bir çəkilər çoxdur. Yox, ştanqda gücün göstərməksə, apar Razim Hüseynovun yanına, görək də, mən dilimi qoyacam qarnıma. Əgər Razim Hüseynov desə ki, həqiqətən bu 1 ton yarım qaldırır, bu güclü adamdır, mən dilimi qoyacam qarnıma. 250 kilo nədir? Mən 83 çəkim olurlar, mən 400 neçə kilonu qaldırıram. Həmin o hərəkət, o asan düzə ləmka keçirdəndə lab rahat olur. Götdə oğlu ona deyərəm ki, ləmkasız qaldırsın. Ştanqı ləmkasız qaldırmaq lazımdır, qanuni şəkildə. O ki qaldı baba sənə axırıncı dəfə deyirəm, elə bu işləri elə qələyçə qıl verən də biri sənsən. Apar bir normal bir dünya titullu bir idmançının yanına, atletin yanına. Ondan sonra deyək ki, bu həqiqətən də bu çəkini qaldırır. Bu Nicat ancaq ştanq qaldırır, deadlift artır. Powerlifting 3 dənədir, deadliftdir, jimlyojadır, bir də squatdır. Mən sizə dedim, da sonra məndən inciməyin. Mənim vecimə də deyil ha dünya ilə. Sonra deməyin ki, çünki sən niyə hörmətsiz elədin? Azərbaycanda hər bir idmanın əziyyət çəkən oğlanlar var. O ton yarım qaldırmaqda dünyada hələ heç kim ton yarım qaldırmıyor. Belə çıxır ki, Həzrət Əlidən də güclüdür də bu. Bunu da elədiysə Həzrət Əlidən də güclüdür, ton yarım. Hə, deyək gəla, ton yarım qaldırar.